Salam hörmətli izləyicilər. Sizi atamın kanalında salamlayan Fuaddır. Bugün sizlərə Nansi şəhərindən danışacağım. Nansi şəhəri Strasburgdan təxminən 2 saat məsafədə olan nisbətən kiçik bir şəhərdir. Fransız şəhəridir. Və mən bu şəhərin ən məşhur yerlərindən biri Place de Stanley deyilən yerə gəlmişəm. Böyük bir meydandır. Ortasında bir heykəl var. İndi yaxınlaşıb bu heykəlin kimin olduğunu dəqiqləşdirəcəm. Alman şəhərlərindən biraz fərqlidir. Bu daha gəldiyim, Strasburgdan başqa gəldiyim əslində ikinci Fransız şəhəridir. Mən Alman şəhərlərini daha çox sevirəm, nəsə belə görsənir. Çünki Nansiyə gəlmişəm, amma Nansidən əvvəl getdiyim Alman şəhərləri yadıma düşdükcə daha xoş təəssürat yaradır. Amma yenə də yaxşıdır, Nansi şəhəri də gözəldir. Balaca şəhərlər ümumiyyətlə yaxşıdır mən gəzmək üçün. Çünki balaca olur, piyada gəzmək olur. Düzdür, biraz vaxt alsa da, yorucu olsa da böyük şəhərlər biraz vaxt aparır gəzmək. Gördüyüm meydan çox böyükdür. Ətrafı binalarla və restoranlarla əhatəli. İndi görək bu heykəlin yiyəsi kimdir? Bir saçlı bir orta əsr modern dövrə giriş vaxtına təsadüf edən bir adam oxşuyur. Vaxtına baxana da biləcəyik. Biraz daha da sonraymış. Apple Stanley Le Bienfait Le Lorraine. Okay, heç bir başa düşmədim. Amma yəqin ki, buranın əsasını qoyan və ya oranın böyük adamlarından biri olubdu. Bunu evdə dəqiqləşdirmək lazımdır. Hava xoşdur, çox soyuq deyil, isti də deyil, ideal vəziyyətə yaxındır gəzmək üçün. Şəhərdir, şəhərlər çox abadlıdır, o da normal bir şeydir çünki Avropadır. Avropa niyə belədir? Çünki elmi inqilabın, sənaye inqilabının baş verdiyi yerdir və bu xalqlar uzun müddətdir ki, bu işlərin üstündə işləyiblər. Bizlər amma yeni dövlətlərik, ona görə bu şəraitə hələ ki gəlib çıxmamışıq. Yavaş-yavaş biz də irəliləyirik. Arxitektura cəhətdən çox yaxşıdır. Böyük binalar yolda bir-ikisini gördüm. Çox belə böyük binalar yoxdur. Binanın mən də tərəfdarı deyiləm. Böyük binalar, böyük risklər gətirir özünlə bərabər, zəlzələ və s. Şəhər dediyin olmalıdır, balaca binalar, 3, 4, 5 mərtəbə maksimum və onların o binaların hamısı regionun geologiyasını nəzərə alaraq yoxlanmalıdır və tikilməlidir, möhkəmlənilməlidir ki, zəlzələ vaxtı insan həyatına, tərəfatına yol verilməsin. Girişi çox gözəl idi. Belə qızıl rəngli darvaza kimi. Qapısı yoxdur, belə deyək də, darvazanın kənarları var. Çox belə mülayim meh var və adam istəyir ki, ancaq kəssin. Bugün tezdən Flixbus avtobusunla gəlmişəm. 9-da çıxdım, haradasa 11-də çatmışdım. Flixbus Avropaya gəlirsinizsə favori bir nəqliyyat vasitəsidir. Avtobus uzun məsafələr üçün. Bəzən yanımdan adamlar keçir, danışır. Elə bilirəm Azərbaycanca, türkcə danışırlar. Adam belə axtarır. Eşləndə biraz mutlu olur ki, sənin dilində danışan insanlar var burada.
Elə bil ki, Avropada olanda adamın qulağı səsli olur. Ki, nə vaxtda bir Azərbaycanlı bir türk eşidəcəm. Bu, Avropada yaşayanlar bu hissi yəqin ki, bilər. Gedib yavaş-yavaş gəzmək lazımdır. Görmək lazımdır şəhərin maraqlı nələri var. Əsas odur ki, maqnitimizi aldıq. Maqnitimiz də elə bu Play-də Stanley'dir. Bilmirəm, tələffüzün düzgün eləyirəm, yoxsa yox. Bir dəqiqə göstərmək istəyirəm. Elə bu yerdir. Girişini görürsünüz. Həmin girişdir. Orada. İndi videonu yekunlaşdırıram, izləyicilər sağ olun. Ümid edirəm bu videonu izləyən hər bir insan bir gün Nansiyə gəlmək imkanı olar. Oldu, sağ olun.